Oktyabrın 10-dan növbəti ov mövsümü başlayıb, amma ovçuların işi yaxşı getmir. Ovlamağa quş tapmaq çox çətinləşib. Bunun səbəbi nədir? Bəs tüfəng mağazalarında satış necədir? Növbəti süjetdən biləcəyik. Ovçuların gözlədikləri xəbər bu il vaxtında gəldi. Ov mövsümü gecikmədi. Amma gərək ovlamağa da nəsə ola. Bu məsələdə çətinlik yaşanır. Su hövzələrinə ova gedən ovçular bəzən evə əliboş qayıdırlar. Bu mövsüm ov quşlarına az rast gəlinir. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri də iqlim dəyişkənliyidir. Misal üçün, olduğumuz su hövzəsində suyun kəskin quruması müşahidə olunur. Bu da su bataqlı quşlarının bu əraziyə gəlməsi üçün böyük əngəldir. Bəli, Xəzərdə və çaylarda suyun səviyyəsinin aşağı düşməsi quşların da ənənəvi qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Həm də hər quşu və vəhşi heyvanı da vurmağa icazə verilmir. Ovçular bunu nəzərə almalıdırlar. Qaban ovuna açılıb, dovşan ovu noyabr ayının 7-sindən dekabrın 1-nə kimi, su bataqlı quşları isə yenə də dekabr ayının 1-nə kimi nəzərdə tutulur. Burada su bataqlı quşları hansılar nəzərdə tutulur? Əsasən yaşılbaşdır, sonra gərafdır, sonra qazlardır. Ov tüfəngləri və ləvazimatları mağazalarında da satış canlanıb. Kimisi yeni ov silahı almağa gəlir, kimisi patron. Bu silah seçməkdə mənim məqsədim o idi ki, bu silahın uzaq vurma məsafəsi, dəqiqlik, yüksək dəqiqlik tələb eləyir və sərrast atmaq üçün bu silah yararlıdır. Yəni mənim zövqümə uyğun həm də bu silahdır da. Ov tüfənglərinin qiyməti onun markasına və keyfiyyət göstəricilərinə görə dəyişir. İtaliya istehsal olan və Türkiyə istehsal olan, bugünkü günü ən populyar olan silahlar Türkiyə istehsal olan silahlardır və üstünlüyü də Türkiyə daşıyır bugünkü günü. Bir silahdan yaxşı istifadə edərsən, 5 il, 10 il istifadə edərsən, əsas silaha baxmaq. Patron seçimində də diqqətli olmaq lazımdır. Çünki eyni tüfənglə müxtəlif növ quşları vurmaq mümkün olsa da, patronlar adətən fərqlənir, şikara uyğun seçilir. Quşun növünə görə qırma seçimi lazımdır, seçmələr lazımdır. Məsəl üçün, ördək ovuna gediriksə 5-4 qırmalar seçmələr lazımdır və axşamüstü quşlar üçün, yəni gün batar ovuna gedəndə də quşlar daha yaxın gəldiyi üçün 5 nömrə, 6 nömrə seçmələrdən məsləhət görülür. Ov mövsümü dekabr ayına qədər davam eləyəcək. Amma təbiətdə baş verən proseslərin dinamikasına uyğun olaraq mövsümün müddətinin uzadılmasına da baxıla bilər. Elnur Ələkbərov, Mir Ələkbər Hüseynov, Emil Məlikov, ASTV Xəbər.